Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bugün Azərbaycan ərazisinə daxil olan hava kütlələri haqqında məlumat verəcəm. Biz ilk öncə ümumi olaraq qeyd edirik Azərbaycan ərazisinə daxil olan hava kütlələri hansılardır? 7 hava kütləsi daxil olur Azərbaycan ərazisinə. Kontinental arktik hava kütlələri, dəniz arktik, mülayim kontinental, mülayim dəniz, cənub siklonları, tropik və Orta Asiya hava kütlələri. İndi gəlin bu hava kütlələrini ayrı-ayrılıqda öyrənək. İlk öncə başlayaq kontinental arktik hava kütlələrindən. Onu da qeyd edim ki, daha doğrusu arktik hava kütlələri Azərbaycana şimaldan daxil olur. Bu iki yerə bölünür. Kontinental arktik və dəniz arktik. Kontinental arktikdən danışaq. Kontinental arktik Şimal Buzlu Okeanın, Kara və Barents dənizlərinin donmuş səthi üzərində formalaşır və ölkə ərazisinə əsasən qış fəslində daxil olur. Bu zaman hava kəskin dəyişir, temperatur azalır, güclü küləklər əsir və əsasən yağıntı qar şəklində düşür. Yəni soyuq hava gətirir özü ilə. Dəniz arktik hava kütləsi isə, baxın burada diqqət edilməli lazım olan bir məsələ var. Hansı ki, dəniz arktik hava kütlələri də Şimal Buzlu Okeanın üzərində formalaşır. Lakin kontinental arktikdən fərqli olaraq donmayan səthi üzərində formalaşır Şimal Buzlu Okeanın. Baxın, arktik hava kütlələrini biz böldük mülayim və dəniz olaraq. Bunların əsas fərqlərindən biri də məhz kontinental arktikin donmuş, dəniz arktikin isə donmayan səthi üzərində formalaşmasıdır. Dəniz arktik hava kütləsi Şpitsbergen və Qrenlandiya adalarının üzərində yaranır və ölkə ərazisinə eynən kontinental arktik hava kütləsi kimi qış fəslində əsasən daxil olur. Hava dəyişir, temperatur azalır, yenə güclü küləklər əsir və yağıntı əsasən qar şəklində düşür. Yəni, ümumi olaraq arktik hava kütlələri özləri ilə soyuq hava gətirir. Mülayim hava kütlələri isə iki yerə bölünür. Mülayim kontinental və mülayim dəniz olaraq. Gəlin ilk öncə mülayim kontinentaldan danışaq. Mülayim kontinental Şərqi Avropa, Qərbi Sibir, Qazaxıstan və Ural dağları üzərində formalaşır. Əsasən yayda quru, qışda isə qismən yağıntılı və şaxtalı hava şəraiti yaradır. Baxın, biz bu hava kütləsinin yarandığı ərazilərə baxsaq, Qərbi Sibirə, Qazaxıstana, ərazilər əsasən kontinental, mülayim iqlim qurşağından mülayim kontinental və kontinental, kəskin kontinental ərazilərinə düşür. Məhz buna görə də yayda quru, qışda isə əsasən yağıntılı və şaxtalı hava şəraiti yaradacaq. Mülayim dəniz hava kütlələri isə Atlantik okeanı üzərində Azor maksimumun təsiri ilə formalaşır və Avropa qitəsinin üzərindən keçərək ölkəmizə daxil olur. Mülayim dəniz iqlim tipi haqqında biz iqlim qurşaqlarında danışanda qeyd edirdik ki, əsasən burada yağıntı il boyu bərabər düşür və Azərbaycan ərazisinə mülayim dəniz hava kütlələri daxil olan zaman yenə baxın, buludluluğu artıracaq, yağıntıları çoxaldacaq, bunlarla paralel temperatur da aşağı düşəcək. Mülayim hava kütlələri haqqında biz bu məlumatları bilməliyik. Tropik hava kütləsi isə əsasən Şimali Afrika və Ərəbistan yarımadası üzərində formalaşır. Yenə Azərbaycana əsasən yay fəslində daxil olur və adından da göründüyü kimi tropik hava kütlələri isti və quraq hava şəraiti yaradır daxil olduğu zaman ölkə ərazisində yay fəslində təbii ki. Qışda da bəzən deməli Şimali Afrika və Ərəbistandan tropik hava kütlələri ölkəmizə daxil olur. Bu zaman isə daha quraq və mülayim havanın əmələ gəlməsinə səbəb olur. Yəni bəzən müşahidə edirik, qışın ən sərt vaxtında bəzən havalar yumşalır, isti keçir. Bu məhz tropik hava kütlələrinin ölkəmizə daxil olması ilə baş verən bir prosesdir. Cənub siklonları isə Aralıq dənizi, Kiçik Asiya yarımadası, yəni Türkiyə ərazisindən və İranın şimal-qərb hissəsində formalaşır
Əsasən biz qeyd edirik ki, cənub siklonları ölkə ərazimizə daxil olanda havanın temperaturunu aşağı salır, buludluluğu artırır, külək kəsir və təbii ki, yağıntı düşür. Onu da qeyd etmək lazımdır ki, cənub siklonları məhz ilin isti dövründə deməli ölkə ərazisinə daxil olur və yağıntılar da ilin isti dövründə düşür. Orta Asiya hava kütlələri Mərkəzi Asiya, yəni Orta Asiya ərazisi üzərində formalaşır və Xəzər dənizinin üzərindən keçərək ölkəmizin ərazisinə daxil olur. Orta Asiya hava kütlələri əslində isti və quraq hava kütləsidir. Lakin Xəzər dənizinin üzərindən bu hava kütləsi keçdiyi üçün hava kütləsi yumşalır və nəticədə ölkə ərazimizə daxil olduğu zaman ilin soyuq dövründə temperatur daha da aşağı düşür. İlin isti dövründə isə temperatur yüksəlir və isti havalar müşahidə edilir. Baxın, biz xəritə olaraq bu şəkildə göstərə bilərik Azərbaycana daxil olan hava kütlələrini. İstiqamət olaraq biz qeyd edirik ki, arktik hava kütlələri əsasən şimaldan və şimal-qərbdən, mülayim dəniz hava kütlələri qərb istiqamətindən, mülayim kontinental hava kütlələri əsasən şimal-şərq istiqamətindən, Orta Asiya hava kütlələri şərqdən, tropik cənubdan, cənub siklonları isə əsasən qərb və nisbətən cənub-qərb istiqamətindən ölkə ərazisinə daxil olur. Azərbaycana daxil olan hava kütlələri haqqında məlumatlar bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm.